Bugün onun ad günü. Hamı təbrik edir. Doğum günü, şad günü, xoş sözlərin söyləyir. Hər kəs süfrə başında yığışıb şənlənirlər. O indi 5 yaşında, mübarəkdir deyirlər. Tortunun şamları da alışıb yanır bugün. Sevənlərin yanında xoş getsin deyir ömrün. Baba, nənə, anası, bibi, dayı, xalası təbrik edir hamısı ad gününü oğlanın. Onunsa gözü yolda, kimisə gözləyir o. Gözü qalıb qapıda, gəlməyini istəyir o. Sevinir ad günündə ancaq içi qəmlidir. Onun bu şad günündə sanki gözün əmlidir. Ürəyində arzu tut, qoy gerçək olsun bugün. Kədəri, qəmi unut, xoşbəxt olasan ömrün. Bir qədər fikrə dalıb, səssiz dayandı oğlan. Nəsə yadına salıb sanki oyandı oğlan. Kaş ki atam olaydı mənim bu ad günümdə. O hədiyyə alaydı sevinci şad günümdə. Qapımız açılıydı, atam bizə gələydi. Bizlə birgə olaydı, sevinəydi, güləydi. Həyatda mənim arzum, atam yanımda olsun. Ona bir məktub yazım, gəlsin, bizimlə qalsın. Hər kəs kövrətmişdir ad günündə arzusu. Oğlan nə istəmişdi, heç vaxt çatmaz yazısı. Atası şəhid olub Qarabağ savaşında. Qəhrəman kimi qalıb oğlanın yaddaşında. Ancaq şəkildən baxır, atası ad günündə. Bir gün gələcək axır, oğlunun şad günündə. Yuxularda olsa da yanına gələcəkdir. İnanır ki, nə vaxtsa atasını görəcəkdir. Çox körpələr atasız ad gününü keçirir. Nədən? Uşaqlar vaxtsız atalarını itirir. İnsanların ömründə müharibə olmazdı. Körpələr ad gününü boynu bükük qalmazdı.